Səlahiyyətlər harda yazılır? Bağça nizamnaməsində. İndi nizamnaməni də inşallah müsahibə mərhələsində öyrənəcəyik. Sonra müəllimələr orada kollegial orqanlar adı çəkirdi. Burada ictimai əsaslı idi ki, ümumi yığıncaq, pedaqoji şura, himayəçilər, qəyyumlar şurası, valideyn şurası, bax bunlar da kollegial orqanlar idi. Əsas idarəetmə orqanı nə idi? Dövlət bağçalarında pedaqoji şuradır. Əsas idarəetmə orqanı. Bunu da yadda saxlayırıq. Aşkarlıq, demokratik şəffaflıq prinsipində mütləq yadda saxlayırıq. Sonra müəllimələr gəlib keçirik biz bura. Maddi texniki baza. Maddi texniki baza deyəndə nə başa düşülür? Görürsüz yazılıbdır ki, maddi texniki baza tədris bazası təhsil alan və təhsil verənlər üçün birbaşa prosesdə istifadə olunan əşya, vəsait yönümlü elementlər daxildir. Mebel avadanlığı, maraq güşələrində olan bütün vəsaitlər, idman avadanlığı, tədris əyani vəsaitlər, dərslik və bədii ədəbiyyat fondu. Yəni nə oldu orada? Deməli, bunlar bizim maddi texniki bazamız oldu. Əsasən əşya yönümlü, vəsait yönümlü sayılırdı. Bir də vardı müəllimələr infrastruktur. Infrastruktur da bizim sistem, bina, kadr adlanırdı ki, bir var orada savadlı kadrlar gedirdi, müəllimlər və s. Yararlı binalar, qrup otaqları gedirdi. Yəni daşınmırdı da bu daşınmaz deyək ki, necə deyim, strukturlar gedirdi. Bir də savadlı kadr da onun daxilində gedirdi. İdman zalı, kitabxana bunları biz daşıya bilmirik. Tibbi yaşa obyektləri, rabitə, su, elektrik xətləri. Amma savadlı kadr deyəndə insanlar başa düşür də, yəni insan qismi də müəllimlər idi. Deməli müəllimələr, əgər söhbət daşına bilən, əllə tutulan dərs və ya oyun ləvazimatlardan gedirsə, bu maddi texniki bazadır. Amma əgər deməli binanın özü, otaqlar, işıq, su sistemi və ya orada işləyən insanlar nəzərdə tutulursa da, bu oldu infrastruktur. Deməli, bir də vardı müəllimələr orada tədris dili qaydası. Tədris mütləq dövlət dilində olmalı idi ki, bu da Azərbaycan dilində aparılmalı idi. İstisna da var idi ki, orada deməli, istisna da var idi ki, orada yazılıbdı ki, baxın, məktəbə qədər kitabxana infrastruktur gedir müəllimə. Deməli, yazılıbdır ki, burada Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə, o şərtlə olar ki, Azərbaycan dilini öyrətmək, Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraqdan məktəbə qədər təhsil digər dillərdə də aparıla bilər. Bu istisna halımızdır. Deməli müəllimələr, bir də başa qayıdıram. Bunların hamısını bir-birsə izah elədim. Yenə bir üstündən təkrar gedəcəm. Dövlət standartlarımız nə oldu? Dedik, uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq elmi pedaqoji prinsiplər, beynəlxalq təcrübə əsasında hazırlanan normalar məcmusudur. O da hansı amilləri əks etdirirdi? Məktəbəqədər təhsil məzmununu, idarə olunmasını, maddi texniki tədris bazasını, infrastrukturu, təhsil alanlar, təhsil verənlərin göstəricilərini. Məzmun dedik, bax bu aşağıdakılardır. İdarə olunma dedik, 3 əsas prinsipi əsasındaydı müəllimələr. İdarə olunması, bax bunu dəqiq yadda saxlayırsınız. Hansı prinsiplər idi? İnkişafın monitorinqi, hesabatlılıq, bir də məsuliyyətin bölüşdürülməsi. 3 dənə prinsipimiz var idi burada. Sonra var dedik, rəhbərlik, idarəetmə tələbləri, aşkarlıq, şəffaflıq, demokratiklik prinsipi əsas tutularaq idarə olunurdu. Bax, idarəetmə prinsipləri, məktəbəqədər təhsil müəssisəsi, aşkarlıq, şəffaf, demokratiklik prinsipləri əsas tutulmaqla idarə olunurdu. Bunlar müəllimələr, indi gəlin, indi açıqlamasını verəcəm. Bəli, həm MİQ-indir, həm müsahibənindir. İnkişafın monitorinqi, yəni nəzarət və planlama. Belə bir sizə sadə yolla izah eləyim ki, monitorinqi. Deməli müəllimələr, nə başa düşürük monitorinq deyəndə? Biz haradayıq, indi haradayıq və hara gedirik suallarına cavab axtarmaqdır. Bağçada işlərin necə getdiyini yoxlamaq, uşaqların, müəllimlərin göstəricilərini izləmək üçündür. Məsələn, ilkin monitorinq zamanı məlum olur ki, qrupda uşaqların kiçik motorikası, əl bacarıqları zəifdir. Belə misal çəkirəm ki, müdir və metodist bu nəticəyə əsaslanaraq növbəti aylar üçün plan hazırlayır. Bura
Plastilində iş, paxlalı oyunlar, gips rəngləmə fəaliyyətləri də əlavə edirlər. Yəni kör-köranə yox, nəticəyə baxıb gələcəyi planlaşdırırlar. Bir də ikincidəki hesabatlılıq, şəffaflıq, yəni cavabdehlik. Bax bu da var idi. Bu da ikinci prinsipimiz oldu. Birinci oldu, gördünüz nəticələrə əsaslanaraq göstəricilərdən istifadə etməkdə. Müəssisənin dil perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi. Burada belə yazılıbdır. Yəni ki, göstərici idi. Yadınızda saxlayırsınız. Monitorinq göstəricidir. Bir də var idi, nəzarət planlama burada. Açar söz kimi yadda saxlayırsınız. Sonra gəldik müəllimələr. Hesabatlıqdır, şəffaflıq, cavabdehlik. Hesabatlıq nə idi? Hər kəs etdiyi işin hesabatını verməlidir. Bu prinsiplə öndə gedirdi ki, bu bağçada heç kim öz başına deyil. Müəllim metodistə, metodist müdirə, müdir isə yuxarı qurumlara və valideynlərə hesabat təqdim edir. Bu hər bir kəsin öz işinə daha məsuliyyətli yanaşmasını təmin edir. Məsələn, belə bir sizə situativ bir misal çəkə bilərəm ki, tərbiyəçi müəllim ilin sonunda və ya rüb ərzində keçdiyi məşğələlərin, uşaqların qazandığı uğurların hesabatını protokollaşdırır və rəhbərliyə təqdim edir. Əgər hesabat varsa, orada gizli və ya qaranlıq heç nə qalmır. Hər şey şəffaf olur. Ona görə müəllimələr hesabatlılıq, diri şəffaflıq və cavabdehlik açar sözlər kimi. Sonra müəllimələr üçüncü oldu məsuliyyətin bölüşdürülməsi. Bu nə deməkdir? Kim nəyə cavabdehdir? Deməli müəllimələr, baxın burada belə verilibdi. Ona görə müəllimlərə çox qaranlıq idi. Həddən artıq suallar gəlirdi. Bax, işçilərin hüquq vəzifələrinin, əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərinin uyğun müəyyənləşdirilməsi belə verilibdi. İndi ola bilər ki, müəllimədir bunu açıq-aydın başa düşə bilmir. Məcburən burada yazılanları eləcə nəzəri cəhətdən oxuyur, keçir, əzbərləməyə çalışır, amma mahiyyətini başa düşmür. Ona görə mən bu günlərim məqsədim sizə bunların mahiyyətini açıqlamaqdır. Məsuliyyətin bölüşdürülməsi nə oldu? Kim nəyə cavabdehdir? Sadə mənası necədir? Yəni hər kəs öz işini, öz vəzifəsini, öz öhdəliyini bilməlidir. Bax bu prinsip əsasındaydı. Bağçada xaos olmasın deyə kimin nəyə hüququ çatır və kim nəyi etməyə borcludursa qanunla, yəni əmək məcəlləsi və daxili qaydalarla bunları əsaslanaraq dəqiq ayrılır. Müdir müəllimin işini görmür, müəllim də dayanın işinə qarışmır. Yəni ki, belə misal da çəkim. Məsələn, qrup otağının təmizliyinə və uşaqların gigiyenasına dayə, yəni tərbiyəçi müəllimin köməkçisi cavabdehdir. Uşaqların təlim-tərbiyəsinə smart məqsədlərlə dərsin keçirilməsinə isə müəllimələr səsi bağlayarsınız, zəhmət olmasa. Bir saniyə. Aha. Dedik ki, müəllimələr, səs açıq olanda müəllimələrin fikri dağılır. İstəyirəm ki, hamı diqqətlə qulaq asın. Sonda test işlədəcəm. Bir də siz sual-cavab eləyəcəm. Mütləq sizə söz vermişəm ki, nitqinizin də inkişafı üçün sual-cavab mütləqdir ki, eləyəcəm hər həftə. Dedik ki, müəllimələr, situativ misal çəkirdim ki, qrup otağını demişdik ki, təmizliyinə və uşaqların gigiyenasına kim cavabdeh idi? Dayə, yəni tərbiyəçi müəllimin köməkçisi. Uşaqların təlim-tərbiyəsinə bir də dedim ki, smartə əsasən məqsədlərlə dərsin keçirilməsinə isə tərbiyəçi müəllim cavabdehdir. Əgər qrupda tədris zəifdirsə, buna görə dayə deyil. Buna birbaşa müəllim məsuliyyət daşıyır. Çünki məsuliyyət qabaqcadan bölüşdürülüb. Bax, görürsünüz, məsuliyyətin bölüşdürülməsi. Bölüşdürülməsi, yəni situativ cəhətdən açıqlamasını verdim ki, o bura aiddir. Məsələn, bax, xülasə, yəni hamısını sizə ümumiləşdirib deyirəm ki, monitorinq nə oldu? Nöqsanı və inkişafı vaxtında görmək üçün. Monitorinq. Dedik göstəricidir, plandır, sonra planlamadır, nəzarətdir, göstəricidir. Bax, bunu yadda saxlayın. Monitorinq, nöqsanı, inkişaf vaxtında görmək üçün idi. Amma hesabatlıq görülən artıq işin şəffaflığı üçün idi. Çünki biz hesabat veririk. Bax, bunu da yadda saxlayırsınız. İstəyirsinizsə qeyd də götürə bilərsiniz. Məsuliyyətin bölüşdürülməsi isə bağçada nizam, intizam, iş bölgüsü yaratmaq üçündür. Yəni orada xaos yaranmır. Hərə öz işini bilir. Nizam, intizam, iş bölgüsü yaratmaq üçün şərtdir. Bax, bunların üçünü də yadda saxlayırsınız. Deməli, sadə dillə nə oldu? İnkişafın monitorinqi oldu. Nöqsanı inkişaf vaxtında görmək üçün. Hesabatlıq nə oldu? Görülən işin şəffaflığı üçün. Məsuliyyətin bölüşdürülməsi nə oldu? Bağçada nizam, intizam və iş bölgüsünü yaratmaq üçün.
İndi müəllimələr, bu 3 prinsip bağçada bütün heyətə, ümumiliklə bütün idarə etmə, ümumilikdə də bütün idarə etmə sisteminə aiddir. Yəni, həm rəhbərliyə, həm pedaqoji heyətə, həm də texniki işçilərə şamil olunur. Məsələn, bax indi, biraz da sizə geniş açıqlama verim. Məsələn, baxaq görüm kimin, hansı vəzifələr aiddir, baxaq, onu öyrənək. Bağça müdirinə, metodistə, rəhbərliyə aiddir. İnkişafın monitorinqi, məsələn, müdir və metodist, bağçadakı qrupları gəzir, dərsləri dinləyir və uşaqların inkişaf səviyyəsini yoxlayır. Yəni monitorinqi keçirən və qərar verən əsasən onlardır. Hesabatlıq, müdir ilin sonunda bütün bağçanın fəaliyyəti barədə yuxarı dövlət qurumlarına, məsələn, regional təhsil idarəsinə hesabat verir. Məsuliyyətin bölüşdürülməsi isə işə yeni adam götürəndə onun önünə vəzifə təlimatını qoyur və sənin işin budur deyərək məsuliyyəti bölüşdürür. Hətta biz indi yeni işə girən müəllimələr də bilir ki, yəni hazırda necədir? Mən özüm də işə girəndə, yəni öz vəzifə təlimatım müdir mənə dedim, yəni göstərdi. Mən də öz işimi bildim, məsuliyyətimi də bildim və qrup otağına yollandım, belə deyək. Tərbiyəçi müəllimə nə aiddir? Burada da müəllimənin məsələn inkişaf monitorinqi nədir? Müəllim öz qrupundakı uşaqları mütəmadi müşahidə eləyir, diaqnostik, formativ qiymətləndirmə aparır, uşaqların hansı inkişaf səviyyəsində olduğunu, yüksəkmi olduğu və yaxud da geri qaldığını yoxlayır. Yoxlama da dedik də, monitorinq. Hesabatlıq müəllim rəhbərliyə, metodistə, valideynlərə hesabat verir. Keçdiyi məşğələlər nəticələrini, uşaqların nailiyyətlərini qeyd edir. Bir də var idi orada məsuliyyətin bölüşdürülməsi müəllim qrup daxilində öz köməkçisi dayə ilə işini bölür. İşi bölür yəni. Məsələn, mən dərsi keçirəm, sən isə uşaqların təmizliyinə, yeməyinə baxırsan. Prinsip ilə hər kəs öz məsuliyyətini bilir və burada nə heç bir xaos, nə də heç bir narazılıq yaranmır. Məsuliyyətin bölüşdürülməsi nə idi? Məsələn, tərbiyəçi köməkçisi dayəyə əsasən deyirəm, texniki heyətə. Hesabatlıq, o da qrupdakı təmizlik, qab-qacaqların dezinfeksiyası, uşaqların gigiyenik vəziyyəti barədə həm müəllimə, həm də təsərrüfat müdirinə, zavxoza hesabat verir. Məsuliyyətin bölüşdürülməsi öz vəzifəsindən kənara çıxmır, sırf ona tapşırılan iş sahəsinə, təmizlik, qidalanmaya cavabdeh olur. Məsələn, qısa sizə yenə də bir ümumiləşdirmə eləyim ki, bu prinsiplər hamısı bağçanın A-dan Z-yə bütün əməkdaşlarına aid oldu. Bu prinsiplər olmasa bağçada xaos yaranar. Kimin nə iş gördüyünü, kimin nəyə cavabdeh olduğunu, bağçanın hara doğru inkişaf etdiyi bilinməz. Deməli, müəllimələr, məktəbəqədər təhsil müəssisəsində idarə olunmasındakı hardaydı? Bir saniyə müəllimələr. Oralarda görmüşdüm. Deyim. Hardasa gördüm mən buralarda. Demokratiklik, kollegiyalı. Hətta yuxarıda da görmüşdüm. Hə. Bax bu aşkarlıq, şəffaflıq, demokratiklik. Belə qalsın. Deməli, müəllimələr dedik ki, məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında aşkarlıq, şəffaflıq, demokratiklik prinsipləri bağçada qərarların gizli tək başına deyil, hər kəsin gözü önündə və ortaq rəylə verilməsini təmin edir. Demokratiklik qərarları birlikdə qəbul etməkdir. Bax, belə yadda saxlayırsınız. Qərarları birlikdə qəbul etmək olur ki, demokratiklik. Aşkarlıq hər bir yenilikdən və qaydadan hamının vaxtında xəbərdar etməkdir. Hər bir yeniliyi, qaydanı, yəni deməli, aşkarlıq dediyi nə oldu? Hər bir yenilikdən və qaydadan hamının vaxtında xəbərdar etmək, şəffaflıq isə görülən işlərin, hesabatların dürüstlüyünü hamının gözünün önünə sərməkdir. Şəffaf şəkildə deyir də. Bu prinsiplər bağçada sağlam mühit, qarşılıqlı etibar yaradır. Bu qədər müəllimələr.